müəllim. Bu günlərim gəlmişik Elnurun dədə-baba evinə. Mən istərdim ki, Xocalının Daşbulaq kəndidir bura. Bu ev barədə nə məlumatların varsa Elnurun dədə-baba evindən. Ondan bir danışasın. Qorxmaz müəllim. Gəlmişik bu günləri Xocalı rayonunun Daşbulaq kəndindəyik. Mən uşaq vaxtlarından bu kənd haqqında məlumatım daha çoxdur. Çünki bizim kəndimizin bura köçmüş bir insan Emiliya xala. Bura gəlmişdi, Məhərrəm dayının qızı və Elnurun anası. Mənim atam da bilirsən də şofer idi. Daim buradan bax bu həmin bu Daşbulaq kəndindən bu yol buradan gəlir, qayıdıb gedir Badara kəndinə. Mənim atam buradan gəlib Badaradan kəndin cəmaatına həmişə odun aparırdı. Və həmişə də uşaq idim. Deyirdi ki, orada Cəmil kişi var da yeznəmiz. Deyirdi bizi yoldan görəndə evi yolun üstündədir, sağ tərəfdə. Danışırdı, mənim uşaqlığım xəyalımdaydı. Deyirdi bizi hava harda görür, asılıb padnoşkadan tutub bizi zorla gətirir evə. Çaysız, çörəksiz buraxmır. Deyirdi çox mərd kişidir. Vaxt vədət gəldi, keçdi. Başqanlıq bilirsən ki, bu mənfur ermənilər bu Qarabağda torpaqlara əl uzadandan sonra və onda mən onu artıq onları görməsəm də o dövrdə tanıyırdım ki, mənim atam kişi haqqında danışıb, çörəkli bir kişi olub. Və bu qarşı tərəfdəki bu ev, bayaq baxdığımız, gəzdiyimiz həmən ev, onun palqonundan bütün Qarabağ görüşür. Şükürlər olsun bu gün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax bu gördüyümüz bu kəndlər illərlə erməni patlağında oldu və biz buna həsrətlə baxmışıq. Kim deyərdi ki, 5 il vaxt keçəcək, 6 ildən sonra biz gedib orada əlimizdə stəkan, qormaz, şirin bir çay içəcəyik, danışacağıq Qarabağda, Azad Qarabağda. Allah o kişiyə, o Cəmil kişiyə rəhmət eləsin. Allah sənin də atana rəhmət eləsin. Sağ olun, bütün ölənlərə rəhmət eləsin. Bu Qarabağın hər torpağında şəhid nəfəsi var. Mən həmişə deyirəm, Qarabağa gedəndə aldığımız nəfəsi, şəhidlərin son nəfəsi bilməliyik. İçdiyimiz bulaqlardan hər qurtum suyumuz, şəhidlərin gözündən axan axırıncı son damla yaşı kimi nəzərdə almalıyıq, tutmalıyıq və bu torpaqlar bizim üçün müqəddəsdir. Qarabağ təbiətin sərvətidir, varıdır. Azərbaycan yurdunun solmayan güzarıdır. Hüsnü yaşıl bağları, vüqarlıdır dağlarım. Hər daşını görəndir çələr Qarabağda. Beləminin yorğunu da, dincələr Qarabağda. Malay. Xan kəndi fəzə, şah zümrüt tacıdır. Bərdə yağdam, ağcabədi tərtər qardaş bacıdır. Könlüm o yerlərin həmişə məhtacıdır. Hər daşını görəndir çalar Qarabağda. Mirilin yorğunu da, dincələr Qarabağda. Gəl anam qurban, malay. Sağ ol. Səni artıq bir neçə ildə bir şəhidlərimiz, bütün anım tədbirlərində yaxından sağ ol. Qarabağ torpaqlarına həmişə sevə-sevə gəlir. Bizim şəhidlərimizin nəfəsi. Amin. Amin. Məqamlarımız uca olsun. Allah elimizi, obamızı var eləsin. Həmişə. Burada da işləyən, zəhmət çəkən qardaşlarımızın hər birinə can sağlığı arzulayırıq. Əziyyət çəkirlər, evlərimizi təzdən tikirlər, remont eləyirlər, düzəldirlər, qollarına qüvvət, dizlərinə qüvvət. Allah canlarını sağ eləsin. İnşallah əziyyətlərini onlar da halal eləsinlər. Sağ ol Elnur. Təşəkkür edirəm ki, bugün gəldim. Sizin yerinizi umansız ziyarət edirəm. Yasemenler açanda, bülbül bağa uçanda, eşidəndə nəğməni, xatırla yarsız mənim.
Eşidəndə nəğməni, xatırlayarsız məni, xatırlayarsız, xatırlayarsız, xatırlayarsız mənim. Xatırlayarsız, xatırlayarsız, xatırlayarsız məni. Helal, helal. Allah bunu əkənə qəni-qəni rəhmət eləsin. Amin, amin. İndi əkəndə arzu ilə, istəklə əkib ki, həmişə mənim qapım bax belə güllü çiçəkli olsun. Allah qəni-qəni rəhmət eləsin. Ölənlərinizə rəhmət. İnşallah o arzu bu gün də çiçəklənir. Bəli. O torpaq bu gün də Bəli. azalır. O kişinin bastığı öz əli ilə darvaza bu günlərim həmən darvazadır. Həmən zəhməti ilə qurduğu evdir. Həmən övladlarıdır bu gün buradadır. Bir övladına qarşı tərəfdən bir ev veriblər. Gör burada nə gözəl anları var da bunların. Burada xatirələr var. Bəli. Bir insanın bir yurt qoyub, daş qoyub, yaratdığı bir evin bir xatirələri var. Qorxmaz müəllim, Sahib müəllim, bax həmişə uşaqlar bax bu daşın üstə keçir. Beləmi? Elçi daşı, eləmi? Elə o vaxtın da belə durur. Hə. Qabaqlar darvazanın ağzında qədim kişilər deyirdi ki, elçi daşı olur. O müəyyən xanlıqlar, bəyliklər həmişə sarayların qabağına daş qoymuşlar. Ki, elçi daşı deymişlər. Gəlib onun üstə gəlib qonaq oturmuş, ev yəsirdə çıxıb deyirmiş ki, nəyə gəlmişsən? Deyirmiş ki, filan dirəyə gəlmişəm. İndi bunların da elçi daşı bu olur. Ha, bu da müqəddəsdir, bu da xatirələrlə dolu. Gör burada Elnur nələr edir də. Atılıb düşür. Gəl özün də soruşsun. Bir sən də çəkim özün. Bu pilləkəndən sən dəfələrlə uşaq vaxtı çıxmısan, düşmüsən. Allah bu yeri tikənə qəni-qəni rəhmət eləsin. Gözəl günləriniz olub burada, gözəl anlarınız olub, gözəl arzularla böyümüsünüz burada. Sağ ol. Məktəbə getmisiniz. O cümlədən səndən böyük qardaşların, qardaşın, bacın bax bu qapıdan çox gediblər məktəbə, gəliblər və onlar qaydanda atası, anası qarşılayıb onları. İndi bu günlərim qayıtmısınız öz ocağınıza. Allah onların ruhunu şad eləyir ki, bu günlərim artıq onların ocaqları mənfur ermənidən azad. Ona görə də bütün Allah şəhidlərimizə rəhmət eləsin. Ömür boyu onlara biz borcluyuq. Ömür boyu. Allah sizin də evinizdən xeyir versin. Gün o gün olsun, qəşək tam versiya tamam hazır olsun. Gələk burada. Gələk burada da qəşək bir çəkiliş eləyək. Burada nə tər lazımdır qardaşın indi o vaxt. Bir qulluq eləyirlər. Hə. Kesin ay balam, qarabağ daya. Ya bu dağdan ay balam, kafa dağdan ay qadanıyalım. Gel balam alım, ay canım ay. Vay be, yaşa. Akşam üstüne ay balam, koyundan dayan. Havalansın harabinin sesim, denen bağın işkestesi, ölürüm ay. Ay be, sağ ol ay qorxma. Var ol. Allah canını sağ eləsin. Əldə bir gün gözəl məkanda bir səs yayıldı. Qarabağ səsi yayıldı. O deməkdir ki, artıq buradayıq. Yerimizdəyik, Bəli. torpağımızdayıq, Bəli. havamızı tuturuq. Ana vətəndəyik. Doğma vətəndəyik. Gök tağın ətəyindəki şeyə bağlı. Yamaçlar yəni ki, dumana bax. Zaten aşağı duman. Əzizənəm Qarabağ. Dumana bax, sənə bax, Qarabağ. Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Həqiqətən də elədir. Həqiqətən cənnət. Həqiqətən cənnət. Deyil də yalanı yoxdur. Dörd bir tərəfə baxırsan, dağlar atına bax.
Hər tərəfdən en gözəl yer bax bura. Bax, hemen bu Daşbulaq. Qarabağın en gözəl kəndi Daşbulaq.